Salam, mən biologiya müəllimi Şəmsə Seyidbəyli. Bugün sizə dil test toplusundan ikinci hissədən 80-ci sualın izahını verəcəm. 80-ci sualda məməli heyvanın ilkin cinsi hüceyrəsinin bölünməsi zamanı meyozun ikinci anafazasının sonunda autosom xromosomların sayını n qəbul etsək, onda mitozun anafazasının sonunda hüceyrədə olan autosom xromosomların sayını hansı düsturla hesablamaq olar? Biz bilməliyik ki, meyoz bölünmə iki hissədən ibarətdir. Meyoz 1 və meyoz 2-dən. Meyoz 2-də, meyoz 2-nin anafazasında xromosom sayı 2n, xromatid sayı isə 2c və yaxud da delta sayı 2c-dir. Bizdə deyir ki, xromosom sayının 2n-in meyozun ikinci anafazasının sonunda autosom xromosom saylarını soruşur. 2n-in autosomu, uşaqlar, həmçə yadda saxlayırıq. Əvvəlində hansı rəqəm durursa, həmin rəqəmi çıxır, biz autosom xromosomun sayını taparıq. Yəni, meyoz 2-də autosom xromosomların sayı 2n çıxılsın 2-dir. Və bizə deyir ki, həmin autosom xromosomların sayını n qəbul etsək. Yəni, bu 2n çıx 2, n-ə bərabərdir. Bizdən nəyi soruşur? Bizdən mitozun anafazasının sonunda hüceyrədə olan autosom xromosomları sayı. Mitozun anafazasında xromosom sayı 2 dəfə artdığı üçün 4n, 4c şəklində olur. Yəni 4n xromosom, 4c xromatid və yaxud da delta sayıdır. Biz indi dedim ki sizə 4n-in autosomu necə olar? Həmişə n-in əvvəlində duran rəqəmi çıxarıq, 4n çıxılsın 4, mitozun anafazasında olan autosom xromosom sayıdır. Bax, uşaqlar, 2n çıxılsın 2. Biz bunu necə buna gətirə bilərik? 2n çıxılsın 2-ni vurarıq 2-yə, alınan 4n çıxılsın 4. Deməli, biz bunu 2-yə vursaq, bunu alarıq. Və bunu da 2n çıx 2-ni n-lə işarə etdiyimiz üçün n vurulsun 2. Yəni, düzgün variantımız 2n olar. B variantı. Sağ olun, başqa suallarda görüşənək.